Bismillah və salatu və selamu alə Rasulillah və alə alihi və sahbihi və mən valə. Hörmətli müsəlmanlar, hər birinizi xoş gördük. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu. Bugün Allah Taala'nın müvəffəqiyyəti ilə bir xoş məclisdə oturmuşuq. Bu məclisdə bizimlə bərabər hörmətli qardaşımız Elman Qasımov, Abdurrahim Muradlı, Sahib Əsədov, həmçinin Emin Hacıyev və Adil Rəcəbov da bizimlə bir yerdədir. Və bu məclisi ümumi bir mövzu ilə istədik ki, xatirələrimizdə də qalsın, həm də müsəlmanlara bir faydalı xatırlatma edək. Allah Teala bizə hər zaman bir yerdə olmağı, yəni müsəlmanların daim bir olmağını tövsiyə edib. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Mədinəyə ilk gələrkən gördüyü işlərdən biri sahabələri, ansar və mühacirləri qardaş etmələri oldu. Və bu mövzuda bugünkü günümüzdə əlhəmdülillah bu qardaşlığın özü bir nemətdir və bu nemət əmin-amanlıq nemətinin bərqərar olması üçün, əmin-amanlıq nemətinin daimi olması üçün bir səbəblərdəndir. İstəyirik ki, bu mövzu haqqında bir xatırlatma edək və hər birimiz çalışacaq ki, bu mövzu haqqında danışaq. İlk növbədə sözü istəyirəm verim Abdurrahim müəllimə. Buyurun Abdurrahim müəllim. Çox sağ olun Qabim, təşəkkür edirəm. Allah razı olsun. Bismillahirrahmanirrahim. Əlbəttə ki, qardaşlıq çox önəmli bir məsələdir və dinimiz qardaşlığa çox böyük bir əhəmiyyət verir. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm möminləri və onların birliyini, bərabərliyini, qardaşlığını bir binaya bənzədir ki, onlar öz aralarında bir bina kimidirlər. Yaşuddu ba'duhu ba'da. Yəni, onlar bir-birini saxlayır. Necə ki, binanı biz hörəndə daşları bir-birinə geydirir ki, o bina çatlamasın, dağılmasın, dayanıqlı olsun. İslam qardaşlığı da belədir. İslam qardaşlığı həqiqətən də çox dəyərli və qiymətli bir nemətdir ki, Allah subhanahu wa ta'ala möminləri bir-birinə qardaş edib və o zaman Muhammed sallallahu aleyhi və səlləm ona peyğəmbərlik veriləndə, o cəmiyyətə o peyğəmbər olaraq göndəriləndə cəmiyyətdə insanlar paramparça idilər. Qohumluq, əqrabalıq, bağları zəif idi, insanların bir-birinə dayağı, dəstəyi yox idi. Yəni, bu kimi məsələlərdə böyük bir boşluqlar var idi. Amma Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gəldi və cəmiyyətdə bu bərabərliyi, qardaşlığı bərpa elədi, onu möhkəmləndirdi. Və bu da bizim üçün örnəkdir. Biz də bugün belə olmalıyıq. Biz də bir-birimizə qardaşlığa dəstək verməliyik, dayaq olmalıyıq. İndi əlhəmdülillah, artıq neçə illərdir ki, bizim Mədinə Beynəlxalq İslam Universitetində təhsil almış tələbələrimiz, əlhəmdülillah, və başqa universitetlərdə oxumuş tələbələrimiz, Allah hamısına bərəkət versin. Əlhəmdülillah, illərdir Azərbaycanda, yəni biz bunu təbliğ edirik ki, qardaşlıq olsun, mehribançılıq olsun, birlik olsun və əlhəmdülillah, indi Emin qardaşımız da Gürcüstandan əlhəmdülillah gedib təhsil alıb Mədinədə Beynəlxalq İslam Universitetində təhsil alıb. Orada yəni bakalavr, magistratura, aspiranturanı bitirib, əlhəmdülillah. Bu özü böyük bir nemətdir. Yəni qardaşımız indi Gürcüstanda fəaliyyət göstərir. Mən işlərinə çox sevindim, qardaşın fəaliyyətlərinə. Həqiqətən də yəni qardaşımız orada xeyir işlə məşğuldur. İslamı insanlara öyrədir, xeyri öyrədir. Yəni insanlara bərabərliyi, qardaşlığı təbliğ edir. Bu özü böyük bir nemətdir. Və ona görə Gürcüstanda olan qardaşlar da yəni bir olsunlar, bərabər olsunlar, həm də qardaşımıza dəstək olsunlar. Çünki bu çox vacib bir məsələdir. Yəni, tək əldən səs çıxmaz. Yəni, qardaşlar gələ bir olsunlar, həmişə hamısı eyni bir hədəfə köklənəndə o zaman xeyir və bərəkət həqiqətən də öz şaxələrini, öz nurunu hər tərəfə saçır. Allahdan deyirəm ki, Allah subhanahu wa ta'ala müsəlmanın hamısını bir etsin, onlardan sonra nifaq toxumlarını, təfriqəni aradan qaldırsın və Rəbbim bizə də bu işdə müvəffəqiyyət versin. Allah razı olsun Abdurrahim qardaş. Təşəkkür edirəm gözəl xatırlatmanıza görə. İndi sözü verək Elman müəllimə. Buyurun Elman müəllim, sizin fikirləriniz bu haqda. Bismillah, elhamdülillah, amma ba'd.
Əziz qardaşlarım, mən də cəmaatın, qardaşlığın önəmli olmasıyla əlaqədar bir neçə məsələni xatırlatmaq istəyirəm ki, o amillər, o nəsələr qardaşlığı qoruyur. Allah Teala Ali İmran surəsində buyurur ki: "Vələv kunta faddan ghalizal qalbi lamfaddu min havlik." Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmə buyurur ki, əgər sən sərt, qaba olsan, onlar sənin ətrafından dağılıb gedərlər. Alimlər gətirir ki, Allahın bu xitabı Peyğəmbər sallallahu aleyhi və səlləmədir. Əgər Peyğəmbər belə sərt üslublardan istifadə eləyərsə, onun ətrafındakı ən fəzilətli insanlar, yəni səhabələr, onlar belə baxmayaraq ki, Peyğəmbər də onun ətrafından dağılıb gedərlər. Ona görə hər bir qardaşları bir yerdə toplayıb, onlar içərisində mehribanlıq yaratmaq istəyən, birlik, bərabərlik yaratmaq istəyən hər bir kəsə aiddir ki, müəyyən amillər var ki, qardaşlığı dağıdır, onların hamısından qaçmaq lazımdır. Əgər insanda o mənfi xüsusiyyətlər olandan sonra qardaşlar, yəni sıravi insanlar baxan deyir ki, sənin elmin var, baxan deyir ki, sən kimlərdənsən, nə olursansa ol, bu mənfi xüsusiyyətlər insanın ətrafından qardaşları dağıdır. Hətta sən Peyğəmbər kimi belə bir elmli, savadlı insan olsan belə və yaxud sənin, belə deyim də, sənin ətrafında olan insanlar, səhabələr kimi fəzilətli, elmli, imanlı, ixlaslı bir qardaşlar olsan belə, bu amillər olanda kindir, küdurətdir, dedikodudur, nə bilim, paxıllıqdır, həsəddir, müəyyən o dəvəti, qardaşlığı dağıdan amillər var ki, onlar insanda olanda qardaşlığı paramparça edir. Və ikincisi də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mülayimliyi hansı işin içinə qoysanız, o işdə hər zaman xeyri bərəkət olacaq. Yəni, mülayimlik də öz bərabərində mehribançılıq gətirən şeydir. Hansı işin içərisindən ki, mülayimlik çıxdı, ora şiddət girdi, oradan da Allah Teala xeyri bərəkəti götürəcək. Ona görə çalışmaq lazımdır ki, hər zaman bu məsələyə qardaşları fikir verməyə lazımdır. Vallahi mehribançılıq olan yerə Allahın bərəkəti enir. Yəni, Allahın bərəkətinin arxasında nə dayanır? Allahın hidayəti enir. Mehribançılıq olmayan yerdən hidayət qaçır. Allahın rəhməti götürülür. Allahın rəhməti qaçır. Ona görə hər zaman ən birinci qardaşlar arasında o mehribanlığı təsis eləmək lazımdır. Yəni, bu da çox mühüm məsələlərdir ki, o qardaşlıq arasında birlik, bərabərlik daima qalsın. Əks təqdirdə onu heç vaxt biz elə bir şey qoruyub saxlaya bilməyəcəyik. Bu mühüm elə bir şey nəsnələrdən ki, bunu xatırlatdım həm özümə, həm də qardaşlara ki, gələcəkdə yəni ətrafınızda, istər ailəvizdə, istər qonşularınızda, istər məsciddə, istər dəvətdə, hər hansı bir sahədə əgər dəvət edirsinizsə, qardaşlar, buna mütləq fikir verin. Heç kimsə deməsin ki, bu mənim övladımdır, mən buna ərk eləyirəm. Buna pis sözlərlə, bunu məsələn, pis ifadələr işlədib bunu məsələn təhqir edə bilərəm. Xeyr. Kim olursa olsun, vallahi insanların mehribançılığa, insanların gülər üzə, insanların o yumuşaqlığa hava su qədər, bir dərman qədər ehtiyacı var. Ona görə birinci bunları təmin eləməliyik ki, bundan sonra biz qardaşlığımızı qoruyaq, saxlayaq. Əks təqdirdə əqidən nə qədər düz olursa olsun, savadın nə qədər çox olursa olsun, hətta malın, pulun nə qədər çox olursa olsun, əgər bu amillər olmayandan sonra sən demək olar ki, o qardaşlığa, birliyə, bərabərliyə demək olar ki, elə bir faydan toxunan deyil. Allah bizə işdə faydalananlardan eləsin, qardaşlar. Təşəkkür edirəm Elman müəllim, Allah razı olsun gözəl xatırlatmaya görə. İndi isə Sahib müəllimin fikirlərini alaq. Qardaşımız hal-hazırda doktorant da oxuyur Mədinə İslam Universitetində. Buyurun Sahib müəllim. Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah, əmmə ba'd. Allah razı olsun Qabil müəllim. Mən də bütün müsəlman bacı və qardaşlarımı salamlayıram. Məclisimizdə Emin Hacıyev qardaşımız da var, Emin Hacıyev müəllim və yəni Gürcüstanlı elm tələbələrindəndir və doktor elmi dərəcəsi alıb və
inşallah o da fikirlərini bölüşər və məndən öncə də dəyərli müəllimlər fikirlərini bölüşdülər. Mən isə qısa olaraq mövzu haqqında demək istəyirəm ki, ümumiyyətlə girişdə qeyd olundu əmin-amanlıq neməti və həmçinin qardaşlıq, birlik, bərabərlik məsələsi. Bu mövzu daim danışılası və haqqında danışılası və xatırlanılası məsələlərdəndir. Ümumiyyətlə əmin-amanlıq qardaşlığın, birlik, bərabərliyin olduğu yerdə hasil olur. Fikir versək, bütün peyğəmbərlər öz yaşadıkları ölkələrə, öz qövmlərinə əmin-amanlıq üçün gəliblər. Və məsələn, İbrahim əleyhissalam buyurur ki, Rabbi cəal hədə bələdən əminən. Allaha dua edir ki, ey Rəbbim, bu diyarı əmin-amanlıq diyarı et. Və öz ölkəsinin sülh, əmin-amanlıq diyarı olması üçün uca Allaha dua edir. Ona görə də bütün peyğəmbərlərin dəvətinə baxanda Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm görürsən ki, deyir, məni Məkkədən çıxarmasaydılar, mən çıxmazdım. Və Məkkəyə yenidən qaydanda orada müharibə ilə ora qaydmır. Məkkəyə yenidən qaydanda orada qan tökmür. Məkkəyə yenidən qaydanda sülh, əmin-amanlıq şəklində, yəni formasında girir və qan tökmədən artıq elə bir zəmin hazırlanır ki, Allahın müvəffəqiyyətindən Məkkə şəhəri, öz vətəni, hansı ki, orada doğulub, böyüyüb, boya başa çatıb, Məkkəyə, öz vətəninə sülh ilə daxil olur. Və bütün peyğəmbərlərin mesajı da bu olubdur. İnsanlara xeyir, bərəkət gətirmək, ölkələrə əmin-amanlıq gətirmək, cəmiyyətə birlik, bərabərlik, qardaşlıq gətirmək. Deməli, insanlar başa düşməlidirlər ki, İslam dini insanları islah eləyən bir dindir. İslam dini cəmiyyətlərə qardaşlıq, rəhmət, bərəkət, birlik, bərabərlik gətirən bir dindir. Və hər bir din xadimi də cəmiyyətin islahı üçün çalışmalıdır. Və görürsən ki, həqiqi din xadimləri, tarixdə iz qoymuş din xadimləri öz ölkələrinin islahı üçün çalışıblar. Öz xalqlarının islahı üçün çalışıblar. Öz xalqları arasında yayılmış günahların, asiliklərin aradan qalxması üçün çalışıblar. Əgər bu gün bir din xadimi cəmiyyətdə deyirsə ki, zina eləməyin, pis əməllərdən uzaq olun, narkotikdən uzaq olun, günahlardan uzaq olun, bütün növləri ilə bərabər, deməli, o cəmiyyətin xeyrini istəyir, cəmiyyətin islahını istəyir və bütün din xadimlərinin əslində ən mühüm görevlərindən biri budur. Allaha, tək Allaha dəvətdən sonra insanların islahı Allahın zaten bizdən, bəndələrdən istədiyi məsələdir. Yəni, tək Allaha dəvət eləmək peyğəmbərlərin birinci görevi olub, şirkdən uzaq olmaq, tək Allaha ibadət eləmək ki, bu Allahın qullar üzərində olan haqqıdır. Tək Allaha ibadət eləmək, ona heç bir şeyə şərik qoşmamaq. Eləcə də din xadimi, buna dəvət edən din xadiminin ikinci mühüm görevi cəmiyyəti islah eləməkdir. Cəmiyyəti böyük günahlardan təmizləmək, yəni insan cinayətkar olmasın, insan öldürməsin, insan qohumluq əlaqələrini qorusun, həm yaxşılıqlar istiqamətində, həm günahlardan çəkinmək istiqamətində, böyük günahlardan çəkinməyə sövq edir cəmiyyəti, həmçinin də böyük yaxşı əməllər ki var, yaxşılığı əmr eləmək, kasıblara əl tutmaq, birlik, bərabərlik olmaq, fəsaddan uzaq olmağa çalışmaq, cinayətkarlıqdan uzaq olmağa çalışmaq. Bütün bunlar hamısı bir din xadiminin cəmiyyəti islah edən əsas görevlərindəndir ki, bu onun qarşısında bir məqsəd olmalıdır. Ona görə də bizim xalqımız, bizim insanlarımız həqiqi peyğəmbərlərin yolunu gedən din xadimlərindən çəkinməli deyil, əksinə bilməlidir ki, xalqın qurtuluşu, xalqın islahı, pis əməllərdən uzaq olmaq həqiqətən də düzgün şəkildə yaşanan din və onun o təbliğatı eləyən həqiqi din xadimləri vasitəsilə gerçəkləşə bilər. Təbii ki, xalqımız 70 il Sovet dönəmindən keçib və bu dönəmdə bizə bir çox mənəvi dəyərlərimiz unutturulub və həmçinin xalqın bir çox mənəvi dəyərləri degradasiyaya uğrayıb. Lakin biz bilməliyik ki, bizim əslimiz, hətta bayrağımızda təmsil olunan İslamın rəmzi belə bizim bayrağımızda təmsil olunur. Ona görə bəzi insanlarımız İslam dinindən gərək, dindən uzaq olduqlarına baxmayaraq, yəni əməl olaraq uzaq olduqlarına baxmayaraq, gərək dindən qorxmasınlar, həqiqi dinimizi öyrənsinlər ki, həqiqətən də bizim dinimizi öyrənməyə, əməl etməyə böyük ehtiyacımız var. Mən sözümü çox uzatmaq istəmirəm. Burada müəllimlər çox faydalı mövzulara toxundular. Təşəkkür edir sahib müəllim, Allah razı olsun. Həqiqətən də çox mühüm mövzudur, əmin-amanlıq mövzusu. Yəni, bayaq da qeyd elədiyim kimi, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Mədinəyə gələrkən ilk gördüyü işlərdən biri
Ansar və mühacir qardaşlığını bərqərar eləmək olmuşdu. Və bu məsələ, baxsaq, bundan öncəki vəziyyətə, həmin Mədinədəki Ovs və Xəzrəc qəbilələrinin halına və İslamdan sonraki halına bunu müqayisə etsək görərək ki, əlhəmdülillah, yəni bu qardaşlıq özü Mədinədəki əmin-amanlığı bir növ bərpa elədi və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin mühacirlərlə ansarları da qardaş eləməsi bir növ bunu daha da gücləndirdi, bu əmin-amanlığı daha da gücləndirdi. Allah Teala müvəffəqiyyəti ilə bizim ölkəmizdə də əlhəmdülillah əmin-amanlıq var və biz istəyirik ki, hər zaman əmin-aman bir ölkədə yaşayaq. Necə ki, bunu İbrahim Peyğəmbərimiz də qardaşımız qeyd etdiyi kimi hər zaman dua edirik ki, bizim ölkəmizi və cəmi müsəlman ölkələrini əmin-aman ölkələrini eləsin. İndi isə sözü bizim hörmətli qonağımız Doktor Emin Hacıyevə veririk. Bu mövzuda bir xatırlatma etsin. Buyurun Emin müəllim. Təşəkkür edirəm Qabil müəllim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və salatu və selamu alə Rasulillah və alə alihi və sahibi əcməin və ba'd. Əmricə Allah Azə və Cəllə şükürlər olsun ki, Allah Azə və Cəllə bizləri bir araya cəm edib, yəni tələbə qardaşlarımızla bir araya cəm olmuşuq və önəmli bir mövzu haqqında elmi bir müzakirə aparılır və dəyərli müəllimlər önəmli məsələlərə toxundular. Həm əmin-amanlıq neməti, həm qardaşlıq neməti. Şək yoxdur ki, İslam dini hər ikisinə böyük önəm verir və bunlar bir-birindən ayrılmaz məsələlərdir. Və bu iki nemətin insanın əldə etməsi üçün, yəni mücərrəd bunu iddia etməklə olmur. Mütləq insan bu nemətləri əldə etmək üçün addımlar atmalıdır hər bir müsəlman, həm əmin-amanlıqda olması üçün, həm qardaşlığı olmaq üçün addımlar atmalıdır. Allah əmin-amanlığın ən böyük səbəbi, ən böyük əmin-amanlığı cəlb edən səbəb insanın tövhid üzərində yaşamasıdır. Tövhid dəvətini yaymasıdır. İnsanları tək Allahlığa çağırmaqdır. Həmçinin insanları şirkdən və şirkə aparan vasitələrdən uzaq tutmaqdır. Bu barədə Allah Azə və Cəllə buyurur ki, o insanlar ki, iman gətirib, imanlarını zülmlə qarışdırmayıblar, onlar üçün dünyada və axirətdə həm əmin-amanlıq var, həm də onlar hidayət yolundadırlar. Onlar üçün əmin-amanlıq var. Bu əmin-amanlıq təkcə axirət əmin-amanlığı deyil, dünyada da əmin-amanlıqdır. Və bu Allah Azə və Cəllə bizə xəbər verir ki, bu ayət-i kərimədə, yəni əmin-amanlığın ən başlıca səbəbi insanın iman gətirməsi, Allah Azə və Cəllə iman gətirməsi və bu imanını zülmlə qarışdırmamasıdır. Və bu ayə nazil olanda sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmə sual verirlər ki, ey Allahın Rəsulu, bizdən kim zülm etmir ki? Yəni, hər kəsin xətası olur. Rasulullah sallallahu aleyhi və səlləm onlara başa salır ki, bu ayədən məqsəd, burada bu zülmdən məqsəd, yəni insanın nəfsinə etdiyi zülm deyil, buradan məqsəd şirkdir. Və onlara deyir ki, necə ki, Loğman əleyhissalam öz oğluna deyir ki, İnnə şirkə lə zulmun azim, həqiqətən şirk ən böyük zülmdür. Yəni, bu ayələrin mənasını Rasulullah sallallahu aleyhi və səlləm açıqlayır ki, o insanlar ki, iman gətirərlər və imanlarını şirklə qarışdırmazlar. Yəni, onların imanı xalis olar. Doğrudan da sən, mən Allaha inanıram deyirsənsə, tək Allahdan istəyirəm deyirsənsə, mənim Rəbbim Allahdır deyirsənsə, bütün ibadətlərini ona sərf etmən lazımdır. Ondan başqasına yönəlməmən lazımdır. Yəni, bu olarsa, doğrudan da cəmiyyətdə həm insanın özündə fərdi olaraq, həm də cəmiyyət olaraq insanlar əmin-amanlıqda olarlar. Və əmin-amanlıq nemətini ən başlıca qoruma səbəblərindən biri budur. Həmçinin qardaşlıq nemətinin də İslam dini əmr edəndə mücərrəd qardaş olun demir. Və Rasulullah sallallahu aleyhi və səlləm qardaşlığa aparan yolları bizə bəyan edir. Nə qədər hədislərində qardaşlığın səbəblərini bizə göstərir ki, biz bu səbəblərdən tutarıqsa, qardaşlığı qorumuş olaraq. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm hədisində buyurur ki, siz iman gətirmədikcə cənnətə daxil olmazsınız, bir-birinizi sevmədikcə iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu edərsinizsə bir-birinizi sevin, aranızda salamı yayın. Rasulullah sallallahu aleyhi və səlləm bizə deyir, qardaş olun
və qardaş olmaq üçün yolları göstərir. Yollardan biri nədir? Müsəlmanların bir-birini sevməsi. Təbii ki, bu sevgi Allah üçün olmalıdır. Hər hansı bir mənfəət üzərində olmamalıdır. Dünya mənfəəti, vəzifə, pul, şan, şöhrət üzərində olmamalıdır. Sırf Allah rızası üçün olmalıdır ki, Allah qatında da o sevgi fayda versin. Həmçinin bu sevgi aparan yollarından birini Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan edir və buyurur ki, yəni aranızda salamı yayın. Müsəlmandan salamı kəsməməlidir. Bir müsəlman müsəlmandan salamı kəsməsi bu qardaşlıq bağlarını kəsib doğrayan səbəblərdəndir. Yəni İslam dini sənə bunu əmr edir və heç kəsin haqqı yoxdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünün önünə söz söyləsin. Həmçinin Rasulullah sallallahu aleyhi və səlləm başqa bir hədisində, məsələn, qardaşlıq bağlarını qorumaq məqsədi ilə nə deyir? Sizdən biriniz müsəlman qardaşının ticarəti üzərinə ticarət etməsin. Yəni, bu önəmli məsələlərdəndir. Bəzən biz qardaş dediyimiz insana baxırsan ki, ticarətinə zərər vurmaq istəyirsən. Yəni, bu artıq onun ticarətinə zərər vurmaq istəməyin, onun qəlbinə, sənə qarşı kin, küdurət yaranmasına səbəb olur. Yəni, bu da qardaşlıq bağlarını zədəliyir və ona görə də Rasulullah sallallahu aleyhi və səlləm bu əməli çəkindirir, bu əməlin haramlığını bizə xəbər verir. Həmçinin onun elçisi üzərinə elçi göndərməyin. Nəinki bu məsələlər, hətta Rasulullah sallallahu aleyhi və səlləm hədislərində baxırsınız ki, yardımlaşma məsələsində, müsəlman qardaşlarınla yardımlaşma məsələsində bizə xəbər verir ki, hər bir halında müsəlman qardaşına yardım elə. Məzlum da olsa, zalim da olsa. Məzlumu hər bir insan yardım etməlidir. Məzlumun zülmünə, ona edilən zülmə göz yummaq olmaz. Bacardığın qədər ona yardım əlini uzatmalısan. Gücün yetən qədər ona əlini uzatmalısan. Hətta müsəlman qardaşın zülmə düşərsə, onu da zülmdən mane olmaqla ona yardım et. Onun zülmdə davam etməsinə mane ol. Bu da sənin o müsəlman qardaşına etdiyin yardımlardandır. Müsəlman bu məsələlərə diqqət etməlidir. Və İslam dini yardımlaşmaq dinidir. İslam dini bölüşmək dinidir. İslamın bütün əhkamlarına, bütün qayda qanunlarına baxırsan və İslam dini bizlərə bu məsələləri hər bir məsələdə əmr etmişdir. Və o yüzdən də Rasulullah sallallahu aleyhi və səlləm bizlərə haqq əhlinin qiyamətə qədər davam edəcəyini xəbər verdiyində bir önəmli məsələni zikr edir. Və bəzən olur ki, bunu bəzi insanlar göz ardı edirlər. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, haqq əhli qiyamətə qədər yardım olunmuş tayfa davam edəcək. Onlara müxalif olanların, nə də onları yardımsız buraxanların əməli onlara zərər verməyəcək. Yəni, orada müxaliflər, yəni haqq əhlinə müxalif olanlar, onları sevməyənlər, onları düşmənçilik eləyən, yəni insanlar zikr olunur. Bu birinci sinif insanlardır. İkinci sinif insanlar isə kimlərdir? Haqq əhlindən, haqq inancı üzərində olub, lakin haqqa yardım etməyənlər buna ərəbcədə muxazzilə, yəni yaxud xuzlən əhli, yəni yardımsız buraxan tayfa deyilir. Və bu da müxtəlif yollarla olur. İnsan hər bir halda yardım etməlidir. Necə ki, bütün peyğəmbərlərin sahabələri bu məsələdə oldu. Peyğəmbər sallallahu aleyhi və səlləmi sahabələr iman gətirdilər. Amma demədilər ki, ey Allahın Rasulü, Allah sənə mələklərlə yardım edir. Necə ki, Allah təala xəbər verir ki, 5000 mələklə döyüşdə yardım etdi. Demədilər ki, Allah sənə mələklərlə yardım edir. Bizim köməyimizə sənin ehtiyacın yoxdur. Bunu demədilər. Canları ilə, malları ilə Allahın dininin yayılmasına vəsilə oldular, səbəb oldular. Və heç bir müsəlman zənn etməməlidir ki, bugünkü günü dəvətin yükü yalnız və yalnız dəvətçilərin çiynindədir. Dəvətin yükü iman gətirən, haqqı bilən hər kəsin üzərindədir. Hər kəs də özünün gücü yetdiyi şəkildə Allahın dininə yardım etməli, Allahın dininin yayılmasına səy göstərməlidir və bu məsələdə mütləq yardımlaşmaq, mütləq həqiqi qardaşlığı ortaya qoymaq lazımdır. Allah azə və cəllə istəyirəm ki, bizi eşidib faydalananlardan etsin, yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədən la ilaha illə ente, estəğfiruka və etûbü ileyk. Təşəkkür edirəm Emin müəllim. Allah razı olsun bu gözəl xatırlatmaya görə. İndi isə söz verilir Adil müəllimə. Buyurun Adil müəllim. Siz bu haqda nə danışa bilərsiniz, nə deyə bilərsiniz? Elhamdülillah və salatu və selamu alə Rasulillah. Əşhədu an la ilahe illallah vahdehu la şərikə ləh və əşhədu ənə Muhammədən abduhu və rasuluhu, əmmə ba'd. Mühüm mövzulara toxunuldu. Həqiqətən bunlar
uca, böyük nemətlərdən biri sayılır. Əmin-amanlıq neməti, qardaşlıq neməti. Və hər bir nemətin vacibi də onun qorunması və onun şükürlə qarşılanmasıdır. Əgər bir nemət şükürlə qarşılanarsa, dəyərləndirilərsə, Allah Teala o neməti qoruyar və onu davamlı edər. Əgər nemət şükürlə qarşılanmasa və qorunmasa və dəyərləndirilməsə, o nemət aradan qalxır. Qardaşlıq neməti haqqında Allah Teala buyurur ki: "Va'tasimu bihablillahi cemi'an və la təfərraqu." Yəni Allahın dinindən möhkəm yapışın, ayrılığa düşməyin. Yəni alimlər buyurur ki, yəni Allah Teala'nın qovni qədəridir ki, insanların dində bir olması bədənlərin də birləşməsinə gətirib çıxardır. Amma dində ayrılıq isə bədənlərin də ayrılmasına gətirib çıxardır. Yəni bu da onu bildirir ki, dindən möhkəm yapışmaq qardaşlığı möhkəmləndirir. Və dində möhkəm olmamaq və yaxud əksinə xələlə yol vermək və yaxud asiliklər, günahlar bunu aradan qaldırır. Necə ki, bir hədisdə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "Mə təvəddə ithnani fillahi." Yəni, iki nəfər Allah yolunda, Allah üçün bir-birini sevdikdən sonra onları bir-birindən ayıran onlardan birisinin etdiyi günahdır. Deməli, fəsadlar demək olar ki, günahlara görə, asiliklərə görə, yəni Allah Teala'nın dinini doğru şəkildə, düzgün şəkildə yaşamamağa görə yəni üz verir. Və buna görə də yəni hər kəsin üzərinə düşən bu nemətin qorunması üçün yəni Allahın dinindən yəni möhkəm yapışmaqdır, necə ki ayədə keçdiyi kimi. Amma bununla yanaşı da bilməliyik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə də buyurur ki, "Bədəəl-İslamu qaribən və seyaudu qaribə fətubə lil-ğurabə." Yəni İslam qərib olaraq başlayıb və qərib olaraq da qayıdacaqdır və xoş halına o qəriblərin. Yəni bu olacaq. Yəni hətta alimlər gətirir ki, yəni insan qeyri-İslam əhli arasında yox, hətta İslam əhli arasında yəni qərib sayılacaqdır. Çünki İslama, İslamdan olmayan çox şeylər daxil olub. Və insan da doğru İslamı, həqiqi İslamı insanlara çatdırdığı zaman, gətirdiyi zaman və insanlar ona qəribə baxır. Və insanlar içərisində, müsəlmanlar içərisində, haqq əhli içərisində də bəzən qərib sayıla bilir. Və bəzi rəvayətlərdə gəlir ki, kimlərdir onlar? Əl-ləzīnə yasluhunə idə fəsədən-nəs. İnsanlar pozulduğu zaman salih olanlardır. Və digər rəvayətdə isə əl-ləzīnə yuslihunə mə əfsədən-nəs. İnsanların körladığını islah edənlərdir. İnsanların körladığını islah edənlər, yəni düzəldənlərdir. Yəni bu da onu bildirir ki, yəni bu olacaq, amma bu yəni insanı ümiddən salmamalı, məyus etməməlidir. Yəni insan yolunda davamlı olmalıdır. Əsas məsələ insanın haqq üzərində olmasıdır, tək olsa belə. Çünki biz Fatihə surəsində də yəni oxuyuruq ki, dua edirik. İhdinas sıratal müstəqim, sıratallezine en'amte aleyhim. Bizi doğru yola yönəlt və nemət verdiyin kəslərin yoluna. Nemət verdiyin kəslərin yoluna. Yəni alimlər bu barədə danışarkən buradakı hikmətdən deyirlər ki, yəni insan bir yolu getmək istədiyi zaman bilməyəndə yol necədir, ona ağır gəlir. Məsələn, bir yoldur və deyilir ki, bu yolu heç kəs getməyib. Sən birinci gedirsən. İnsan qorxur, narahat olur. Amma Allah Teala bildirir ki, yəni bu yol elə bir yoldur ki, bu yolda peyğəmbərlər gedib. Siddiqlər, şəhidlər və salihlərin yoludur. Amma ola bilər indiki dövrdə sən təksən və yaxud da yəni gedənlər azdır. Yəni insanların yəni az olmasına görə insan naümid olmamalı.
Yəni əksinə bilməlidir ki, yəni bu yolda məndən əvvəl məndən də xeyirli insanların getdiyi bir yoldur. İnsan bunu biləndə, yəni həvəsdən düşmür və yolunu davam edir və sözsüz ki, davam edərsə, yəni Allah Teala öz nurunu yayacaq və bərəkət də hasil olacaqdır. Və həmçinin də bir tövsiyə olaraq insanlara, hansı ki onların yaşadığı yerə, yəni elm əhli gəlibsə, Allahın dinini çatdıran insanlar, gərək insanlar onlardan faydalansınlar. Əgər faydalanmasalar, yəni bu nemət aradan qalxacaq. Bu nemət sonra istəsələr belə ola bilsin o nemətə çatmasınlar. Hətta Əli radiyallahu anhu deyərdi ki, insanlar, görəndə ki, insanlar yəni elmdən uzaqlaşır, elm aradan qalxmazdan əvvəl elm götürün. Yəni özünü nəzərdə tuturdu. Yəni elm aradan qalxmazdan əvvəl elm götürün. Yəni bu da bir dərsdir, ibrətdir ki, yəni bir yerə əgər Allahın dinini, haqq dini çatdıran bir insan, dəvətçi, alim gəldisə, gərək insanlar bunu dəyərləndirsinlər. Çünki nemət dəyərləndirilmədiyi zaman, yəni o aradan qalxır. Və Allah Teala'dan istəyirəm ki, hər birimizi, yəni nemətləri, Allah Teala'nın verdiyi, bəxş elədiyi nemətləri haqqı ilə dəyərləndirənlərdən etsin və hər birimizi xeyrə müvəffəq etsin. Allah razı olsun. Elhamdülillah, çox sağ olun. Bu, Allah sizdən razı olsun hər birinizdən. Bizi gözəl xatırlatmalarla bir daha imanımızı təzələməyə səbəb oldur. Allah sizdən razı olsun və danışdığımız hər bir sözümüzü haqqı ilə tabi olub, ona əməl edənlərdən eləsin, bizə, xalqımıza da bu gözəl tövsiyələrdən faydalanmağı nəsib eləsin. Bu qədər. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.